Salam dostlar, hər vaxtınız xeyir olsun. Bu videoda sizə Excel-də hazırladığım təxliq təslim sənədlərinin necə toplu şəkildə çapa verə və avtomatik PDF fayl formasında yarada biləcəyimizi göstərəcəm. Çoxumuz adətən mühasiblər satış üçün təxliq təslim sənədləri hazırlayırıq. Bunu adətən əllə edirik, yaxud da hansısa proqram təminatına girib, bir başlayırıq sənədləri çapa verməyə. Bu isə sizin işinizi çətinləşdirir. Amma sizə göstərəcəyim bu Excel fayl formasında isə məlumatları yığmaqla, bir düyməni basmaqla sizin işinizi xeyli asanlaşdıracaq. Bu Excel ümumiyyətlə iş prinsipi necədir? Burada iki sheet var. Hansı ki Sales Data adlı sheet. Burada informasiya məlumatlar toplanılır. Bütün satış informasiyaları toplanılır. Bu satış informasiya məlumatları siz əllə də yığa bilərsiniz. Yaxud da hər hansı bir proqram təminatınız varsa, sətirlər eyni olmaq şərti ilə proqram təminatından yapışdırıb istifadə edə bilərsiniz. Hətta mənim bir məsləhətim odur ki, adətən çoxumuzun istifadə etdiyi bir отчет по продажам var. Çoxumuz bundan istifadə edirik. Sadəcə o sütunları Excel-dəki sütunlarla eyniləşdirib bura yapışdıra bilərsiniz və istifadə edə bilərsiniz. Excel-in Sales Data adlı satış informasiyaları, məlumatları toplanılır. Digər tərəfdə isə, sheetdə isə forma var. Bu forma isə şablon formasıdır. Hansı ki PDF yaradılanda, ya da sənədlər çap olunanda bu formadan, şablon formasından istifadə olunacaqdır. Sales Data'nın yuxarı hissəsində isə 3 düymə var. Birinci düymə sənədlər PDF fayl formasında yaddaşa verilir. İkinci düymə isə hər hansı sənəd seçilir, sənədin nömrəsi yazılır və forması doldurulur. Digər tərəfi isə toplu şəkildə çap edilmiş formasıdır. Birbaşa olaraq printerə verilir və printerdən bütün təxliq təslim sənədləri başlayır çap olunmağa. Misal üçün biz toplu şəkildə PDF kimi saxla düyməsini basdıqda bizdən bir qovluq istəyir və biz qovluq yaratsaq, tutaq ki, 22 adlı qovluq yaratsaq və OK düyməsini bassaq, sənədlər başlayacaqdır. 22 adlı qovluqda açsaq, başlayacaq sənədlər burada PDF kimi yaddaşa verilməyə. PDF-in birini açdıqda bütün məlumatlar, təxliq təslim sənədlər bu formada PDF fayl formasında yaradılacaqdır. Məndən bu qədər. Mən videonun altında link qoyacağam. Siz rahat şəkildə bu Excel-i yükləyə biləsiniz. Diqqətiniz üçün təşəkkür edirəm. Çox sağ olun.